Salam, hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri. Ümid edirəm, hər biriniz yaxşısınız. Bugün səhər saatlarında siqnal paylaşdıq. Siqnalların hər ikisi yetərincə gəlir verdi. Hardasa bir 6 dollara yaxın gəlir verdi, həm qızılda, həm də ki, gümüşdə. Sadəcə olaraq biz qızılı buy hissəsini biraz aşağı çəkdik ki, yəni qısa zaman ərzində alış əməliyyatları da açılsın. Hardasa əslində 4412-də əsas alışlar 4412-dəndir. Yəni gümüş üçün də biz nəzərə çatdıraq ki, yəni gümüş üçün alış əməliyyatlarını biz 65 bu hissələrdə təyin eləmişik, siqnal kanalında yazmışıq. Gümüşdə də hissə əməliyyatları kifayət qədər gəlir verdi. Sadəcə olaraq mən bağlamamışam, yəni uşaqların əksəriyyəti treyderlərin 90%-i nağda olsun, soğan olsun prinsipi ilə bağlayıblar. Yəni qiymət ən aşağı səviyyəsi 64-800-lərə qədər yəni endi. Bizdə satış əməliyyatı 64 hardasa yəni bu istiqamətlərdən yəni satış idi. Kifayət qədər yəni gəlir olub satış əməliyyatlarına. Yəni bildiyiniz kimi gümüş daha çox gəlir verir. Amma biz bir neçə dəfə satış əməliyyatlarına icra etmişik. Yəni 266 dollar gəlir əldə edilmişik. Yəni Bitcoin də hələ açılmayıb, neftdə biz təyin eləməmişik. Euro dollar, funt dollarda da təyin eləmişik. Amma dünən təyin eləmişdik satış əməliyyatları. Qəşəng nəticə verdi. Yəni dünən nələr baş verdi? Yəni gəlin dünənə baxaq. Bizim əməliyyatlarımız, yəni dünən bugün cəmi 266 dollardır siqnallardan. Yəni dünən isə yəni əməliyyatlarımız siqnal kanalına paylaşdıq. Yəni mükəmməl nəticə verdi. Bunu biz bu cür edək. Yəni dünən həm demək gümüşdəki alış-satışlar, qızıldakı alış-satışlar, euro dollardakı satışlar biz ləğv elədik, neftdə alışları biz təyin etmişik, mükəmməl bir nəticə verdi. Bugün funtda biz paylaşmışıq, ödənişsiz kanalda bayi üçün, seri üçün paylaşmışıq. Yəni belə bir müqavimət dəstək təyin etmişik. Eyni zamanda da gəlin mən sizin üçün müqavimət dəstək xəttlərini, euro dollarını təyin edim. Yəni bu nöqtələrə çatanda biz satış əməliyyatlarını həyata keçirə bilərik. Yəni yay aylarında, yəni istirahətlə bağlı biz tez-tez sizlə görüşə bilmirik. İnşallah yəni yaxın gələcəkdə biz sizlə görüşərik. Yəni bildiyiniz kimi 25-də də bizdə artıq təlimlər başlayır, ödənişsiz təlimlər başlayır. Hamınızı dəvət edirəm təlimə. İslahatlar bitirgənə çalışaram Bakıda olum, sizinlə bir yerdə olum. Hamınıza uğurlar, inşallah görüşmə ümidi ilə. Yəni dünənki dediyimiz kimi dünənki əməliyyatlar mükəmməl nəticə verir. Yəni axırda biz euro dollarına axşam olduğu üçün biz ən kiçik loqdan onu da bağladıq ki, və bütün əməliyyatlardan çıxdıq. Bugün 2 əməliyyatımız var. Dediyim kimi gəlirlər olub hər ikisində. Ortalayıblar bazardakı, yəni treyderlərin 90%-i bizim siqnallardan, yəni gəlirləri götürüb bazardan çıxıb. İndi alış əməliyyatlarını gözləyirlər. Uğurlar, inşallah görüşmə ümidi ilə.